məlumat verim, bu Qarabağa məxsus geyim dəstidir. Qarabağda məşhur oyma yaka arxalıq Qarabağın adından adlanır. Bunu həm qadınlar, həm kişilər geyim. Kişilər biraz uzun variantın, qadınlar isə biraz gödəldilmiş variantından istifadə ediblər. Yəni qadın geyimlərində mütləq başörtüsü olub, yəni kişilərdə də başörtüsü olub, qadınlarda da. Qadınlarınki bu tip başörtüsünə sərəndaz deyirlər. Yəni təpədən ayağa qədər. Bu örtü adı deyil, örtmək variantıdır. Onun adıdır, örtmək variantının adıdır. Tərçəkdir, gördüyünüz bu tərçəklər, deməli tərçək qədim vaxtlardan türk xalqlarında istifadə olunub. Hətta farslar onu türklərdən əxz eləyiblər. Təpəsi qızıl işləməli tərçəkləri, o tərçəklər 20-ci əsrin əvvəlinə qədər Azərbaycanda da istifadə olunub. Yəni indi muzey kolleksiyalarında ondan çoxdur. Və bir də 19-cu əsrin 60-cı illərindən sonra ətək geyinməyə başlayıb bizim qadınlar. Ona qədər şalvar geyiniblər bütün Türk dünyasında.